2025-ci il məzunları. Sizi təbrik edirəm. Uğurlarınız bol olsun. Bütün valideynlərinizin gözü aydın olsun. Sizə bugündən sonra müstəqil həyatda uğurlar arzulayıram. Arzu edirəm ki, səsiniz universitetlərdən gəlsin. Sizə həyatda bilikdən başqa güc və ümid arzulayıram. İndi isə Əzizkənd İctimai Məktəbinin direktoru Nağıyev təmkin müəllimi həm də 12-ci A sinifinin rəhbəri olaraq məzunların ürək sözlərinə, məzunlara nə arzu və diləkləri var, onların uğurları haqqında, nailiyyətləri haqqında sizdən eşitmək istəyirik. Buyurun, gəlin. Sonra birinci sinifin əlindən qələm tutub yazmağı öyrədən Aytəkin müəllimi, Şəlalə müəllimi, Zənurə müəllimi buraya dəvət edək. 12-ci B sinifinin sinif rəhbəri Zemfira Hacıyevanı bura dəvət edək. Böyüdükcə riyaziyyatın çətinliklərini onlara daha asan üsullarla öyrədən Fərman müəllimi, həm də bugün məzunumuzun babası olaraq onda ürək sözlərini eşitmək istəyirik. Azərbaycan dilinin qrammatikasını və ədəbiyyatımızın yaradıcılarını sevə-sevə uşaqlarımıza öyrədən Nağıyev Paşa müəllimi, yenə o da bugünkü gündə məzunumuzun babası olaraq öz ürək sözlərini buyursun desin. Əziz valideynlər, əziz analarımız, bacılarımız, ağsaqqallarımız, ilk öncə xoş gəlibsiniz Əzizkənd İctimai Məktəbinə. Bugün bilirsiniz ki, çox önemli bir gündür. Əziz məzunlarımız, hər birinizi ürəkdən təbrik edirəm. İnşallah uğurlarınız bol olsun. Hər birinizin xoş xəbərini gözləyirik. Ali məktəbə qəbul olmaq münasibətindən. Hər birinizin valideyninizə göz aydınlığı veririk. Allah sizin uğurlarınızı bol eləsin. Bildiyiniz kimi, hər il olduğu kimi, bu ildə bizdə 6 dənə tələbəmiz medala layiq görülmüşdür. Onun 5'i qızıl medal, biri gümüş medaldır. Onları sizə təqdim ediləcəm inşallah. Qızıl medal Ruslan Rızayev, Ülvi İbrahimov, Kəmalə Hüseynova, Lalə İsmailova, Günəş Əliyeva. Bir nəfər də var, müəyyən səbəblərdən dolayı bizlə burada iştirak edilən bir məzunumuz. O da gümüş medala düşüb. Bilana Hasanova. Hər birinizə uğurlar arzulayırıq. Hər birinizə xoş günlər arzulayırıq. İnşallah gələn il çalışarıq. Yenə bizim tələbələrimiz ondan sonra da bu medal adət ənənələrini təkrarlayarlar. Hər birinizə uğurlar, çox sağ olun, uğurlarınız bol olsun. Sizdən, hər birinizdən, ali məktəblərdən xoş xəbərlərinizi eşitməyi gözləyib biləsiniz. Uğurlar sizə bir daha, valideynlərinizin gözü aydın olsun. Hər biriniz son zərgət xoş gəlmişsiniz. Hər bir valideynin arzusu evladının xoşbəxt və sağlam böyüməsidir. Əziz valideynlər, gözlədiyiniz bu gündür. Hiç olunmadan evlatlarınız böyüdür, məzun adı aldı. O sevincinizə Allah sevinç qatsın. Evlatlarınızın xoş müjdələrini eşidəsiniz. Əziz məzunlar, sizi də təbrik edirəm. Gün məzun adı aldınız. Təbii ki, hər birinizin fərqli arzularınız, məqsədiniz var, fərqli yollarınız var. O sizə Allah arzunuza, məqsədinizə çatdırsın. Həmişə yolunuza işıq salsın, yaşıl işıq salsın. Mən sizə arzum nədir? Gözəllərim, ağ göyərçinlərim. Sizin adınız kimi, özünüz kimi tərbiyələriniz də gözəldir. Mən sizə dünyanın ən şirin neməti olan can sağlığı arzulayıram. Uğurlar, bol uğurlar. Məqsədinizə, arzunuza çatasınız. Gələcək həyatınızda mənalı,
vicdanlı və şərəfli bir ömür yolu, bir həyat arzulayıram. Gözünüz aydın olsun, əziz valideynlər. Bir daha təbrik edirəm. Gözəl ağ göyərçini, əziz məzunlar. Hörmətli şagirdlər, əziz müəllimlər, hamımıza məlumdur ki, bugün biz rəhmətlər bir gün üçün buraya yığılmışıq. 12 il dərs dediyimiz şagirdlərimiz artıq bugün həyata müstəqil vəsiqə alırlar. Müstəqil olaraq həyata atırlar. Mən şagirdlərimizə bugün orta məktəbdən şagirdlərimizin hamısına uzun ömür, can sağlığı, həyatın elikli, yoxuşlu yollarında nailiyyətlər arzulayıram. Arzulayıram ki, Respublikamızın universitetlərinə, ali məktəblərinə ürəkləri istədiyi fakültələrə imtahan versinlər, qəbul olsunlar. O qəbuldan, o sevinçdən bizim müəllimlərin də hərəsinə müəyyən qədər bir pay çıxsın. Mən bilirəm ki, bir daha canları sağlam olsun, bir daha yolları işıqlı olsun, aydın olsun. Onların valideynlərini də təbrik edirəm, özlərini də təbrik edirəm. Bugün özləri nə dərəcədə sevinirlərsə, bugünkü günlərindən nə qədər məmnun qalırlarsa, valideynləri mən bilirəm ki, ondan da çox sevinirlər. Hörmətli valideynlər, birinci növbədə bu il məktəbimizin çoxların valideynlərini təbrik edirəm. O mübarək üçün elimizi təbrik edirəm, çünki bu təkcə bizim məktəbimizin bitirən uşaqların valideynlərinin bayramıdır, elimizin bayramıdır və fəxr eləməliyik ki, bizim belə balalarımız, gözəl balalarımız, axıllı balalarımız məktəb bitirirlər. Onlardan 6 nəfər həmki müəllimin dediyi kimi yüksək qiymətlərlə məktəbimizi bitirirlər. Onların bu müvəffəqiyyətində bu işin bütün müəllimlərimizin bir nəfər bu yerdə mənası yoxdur. Hansı fəndən dərs dedi, yaxud hansı işi gördüsə, bu sözünə məktəbimizin bütün müəllimlərini mən təbrik edirəm ki, oraya belə bir balalar yetişdiriblər, hamısına uğurlar diləyirəm mən. Eyni zamanda demək istəyirəm ki, hər bir son bir başlanğıcıdır. Siz məktəbimizi bitirirsiniz, siz bundan belə müstəqil həyata qədəm qoyursunuz və bu müstəqil həyatda hamımıza uğurlar diləyirəm. Birinci növbədə Allah'ın verdiği can sağlığını, xoşbəxtliyi və bütün arzularınızı yerinə yetirməyini arzu ediyorum. Sağ olun, bir daha uğurlar diləyirəm. Sağ olun. Başkanım, Rasya'da izolda süpüyorsun birlikte. Çok korkutandık. მოგესალმებით ძვირფასო მშობლებო, სკოლის მასწავლებლებო, სკოლის ადმინისტრაცია. და რა თქმა უნდა, ჩვენო კურსდამთავრებულებო, მე-12 კლასელებო, დღეს მოხდა ისე, რომ ყველაზე მეტი გამოშვება, ყველაზე ბევრი ხართ, რაც ჩემს მეხსიერებაში ყოფილა. მინდა გისურვოთ კულევი წარმატება, ბედნიერება და წინსვლა. წინსვლა, როგორც თქვენს პროფესიაში, ასე პირად ცხოვრებაში. და მინდა გახსოვდეთ, რომ ყოველთვის უნდა გქონდეთ მიზანი და იაროთ ამ მიზნისკენ. და აუცილებლად უნდა ასახეთ თქვენი სამშობლო, თქვენი სოფელი, თქვენი მშობლები და თქვენი საყვარელი ადამიანები. კიდევ ერთხელ გილოცავთ, გისურვებთ კულევ წარმატებას. ჩვენ კი, როგორც აზისქანდის საჯარო სკოლის მასწავლებლები, ვამაყობთ, რომ აი ასეთი კარგი გამოშვება ხართ. 6 მედალი მიდის დღეს ჩვენი სკოლიდან, რაც ნამდვილად ძალიან საამაყოა. გილოცავთ და ულევი წარმატება. გილოცავთ ბავშვებო, ცხოვრების ახალი ეტაპზე გადადგომა და წარმატებებს გისურვებ. თითოეულ თქვენგანს მიაღწიოს იმ ყველაფრისთვის, რაც დასახული გაქვთ, რა ფიქრებითაც აქედან ხართ,
Harfler şu bitiriyor. Yetişiyor. Kemi piroli klasi o es klasi. También emozioni da bakıda bile baba. Babam. Məktəbimizin birincilərinə özləri səviyyələri ilə məzunlarımızı təbrik edir. Buyurun körpə viddalar. Meydan sizin. Bugünkü gündəmdə böyük yer alan Dəcəl şagird, məsuliyyət hiss etməyən valideyn və şagirdlərin problemindən boğaza edilen müəllim. Buyurun baxın, iştirak edirik, müəllim, Əskərov Əkbər, valideyn, Rızayev Ruslan, şagird, Məmmədov ana. Qardaşım, sonra da deyirlər, işləmir, hər gün şikayət. Buyurun. Buyurun. Adım Aftan'da müəllim. Çünkü Əskər müəllim. Belki de elma. Öyle şeyler söylüyor. Ay müəllim, ne oldu? 2 günlərdə arası məktəbdədir. İndi mənə çalış, bezdi ya vallahi. Bütün günü nə qədər evdə şimdi bırakın, burada almamışam. Əziz müəllim, hər gün şikayət edir, oğlumuzun əlində müəllimləri böyle. Ay Allah'tan belədir. Gidəyəm arasından verdiniz tərbiyyət, verdiniz tərbiyyət. Buna hürmet ediyorsanız, Aftandı müəllim, sizin oğlunuz sigaret çəkilir məktəbdən müəllimlərin yanında koridorda. Nədə? Sigaret çəkilir. Sigaret çəkilir? Ona tez çəkilir. Görməmişəm, deyilənə görə təxminən qara nəzi yüzünə. Ay saat çevirin. Ay böyle manyan sigaretini. Daha sigaretini böyle. Ay sen sigaret çekiyorsun ha? Yok. Ay görürsen bana malum çevirin. Var ya şarap ettiğin. Çekilir. Böyle çekmiyorum değil mi? Özge bir görün bizim bu yetimde ya. Siz bilirsiniz sizin oğlunuz 10. sınıfta okuyor. 10. sınıfta. Peki de böyle 10. sınıfta. Ayın yıkanılmazın gece yurdu. Ama tek boyundular. Ay bakma tatlı işgalip gidiyor.
Onda diyor Allah canını sağ olsun. Ne olsun doktor Allah doğru olsun da. Avtomobil müəllim 10-cu sinifdə vurma cədvəli. Anlıyor musun? Sen de bunu ne bir şey yapıyorsun? Sen vurabilmişsin. Buna belə. Sen vurabilmişsin. Çok beğendim. Sen vurabilmişsin bu. Avtomobil müəllim elə vurma yox, vurma cədvəli, vurma cədvəli. Sen karıştırın. Bana ne ayrı şeyin var yok. Duyacaksın. Bu rakası o vakar Moskova'da üniversitetin kalanında fiyat satıyor. Sen ne karıştırın? Avtomobil müəllim 8-8-ə vura bilmir, 8-8-ə. Banacaksın. Öyle. Tərbiyə ver, nə olursa tərbiyə biraz, tərbiyəsinə bax. Aslında o akşamda para kazanıyor. Evet, bastı. Ne dersen olacağım, ne dersen olacağım. İzmir önce sen bana güzel kurbaktın, ne yapma çağırdın. Avtomobil müəllim, təxminən 2 gündən əvvəl məktəbə yeni partalar almışdı. Biliyorum, ben tablada iştirak eləmişdi. Alırsan, ne var bu? Sağ ol, belə şeylər iştirak edir. İştirak edince belki hala bir fora bakacak. Olmaz da. Hasan kapatalım. Hayır, ne olsun? Partaların üzərinə məftəllə yazır, İsmail YK. Ne oldu? İsmail YK. İsmail yok. O kimde bu? İsmail yok, o kimde? Deyilənə görə bir Türk mühəndisidir, Türk mühəndisi. Türk mühendisi be. Çok doğru küçük. Seni giydirem ben. Seni giydirem ben. Özüm yine sahibiydim. İsmail'e kaçıp çatı gidilen adamın eşek balasın varsa. Size de taşıyorum. Sabahtan bütün parkaların üstünde avtomobil mutlu olmasa dışarı gelmesin bana. Gelmesin. Evet. Abla. Sen şu anda Hala avtomobil müəllim, 2 oğlum var. Məktəbdə nümunədirlər. Şərəf otur lövhəsində şəkillərini asırlar. Ayrı tırnağını salıyor. Orada ikimiz de bu salıyoruz. Kuyuca basında. O şəkil kimi olan maşallah olsun yaratı yarada. Tərbiyə verin, biz də asaq, tərbiyə. Özümüzün aşkıyım da mehtrumu açık olmuşum maşallah. Ondan da ben mehtrumu sana değilim bu seni. Bak sana da tavsiyelim. Düğünden böyle bir şahın terkiyasından özünüzün aşkıyım olsun. Bu da her şeyleri. Geçen öyle düzgün öyle mi? Değerli İslam. Ben prinsipiyalle yapabiliyoruz Allah'ın tarihinde. Bir gel ki. Evinizi durmuyordu ben kaldırdınız. Şimdi ben ne var yok. Evlənməyin avtomobil müəllim. Bu gündən belə sizin oğlunuzun tərbiyəsindən biz məşğuluz. Ahım oğlum devamı çekiyor. Devamı öyle. O da öz rəqsiyle bizə böyük sevinç yapıyor. Məktəbimizin gücü dili müəlliməsinin qızı Anastasiya. O bu canlıda Anastasiya.
İlhami müəllimin rəhbərliyi 3-cü sinif şagirdlərinin hazırladığı gözəl bir rəqsə baxaq. Şunlar uzundur, bunu biraz ağrı.
Yeah.